21 bab. Lavi qabiləsinin aqsaqalları Kanan zeminindeki Şilo şəhərdə turvatqan ruhani Elazar, Nun'un oğlu Yoşuva və İsrail'in aqsaqallarının aldığı kelib, ulağa. Pərverdigar Musa peyğəmbərgə biz yaşaydığan şəhər və mal çallarımızını baqıdığan otlaq berişni buyurğan idi, dedi. Şunun bilən İsrail'lar Pərverdigarның buyruğunu boyunca Lavi qabiləsiga özlərə təqsim qılıb verilən zemindən tövəndiki şəhərlərini və otlaqlarını ayırıb verdi. Çəkdaşlaş arqılıq Lavi qabiləsinin Qohat cəmiyyətindən bolğan Harunның əvladlarına Yahuda, Şimon və Benyamin qabiləsiga təqsim qılıb verilən zemindəki 13 şəhər ayırıb verildi. Yəni çəkdaşlaş arqılıq Qohat cəmiyyətinin başqa əvladlarına Əfraim, Dan və Manasse qabiləsinin qərbi yeriminə təqsim qılıb verilən zemindəki 10 şəhər ayırıb verildi. Yəni çəkdaşlaş arqılıq Gershon cəmiyyətinə İsakar, Aşer, Naftali və Başandakı Manasse qabiləsinin şərqi yeriminə təqsim qılıb verilən zemindəki 13 şəhər ayırıb verildi. Nirari cəmiyyətinə çəkdaşlaş arqılıq Ruben, Gad və Zabulun qabiləsiyə təqsim qılıb verilən zemindəki 12 şəhər ayırıb verildi. Şunda qılıb İsrail'lar Pərverdigarның Musa peyğəmbərə buyruğunu boyunca yuqurqi şəhər və otlaqlarını Lavi qabiləsiyə çəkdaşlaş arqılıq ayırıb verdi. Lavi qabiləsinin Qohat cəmiyyətindən bolğan Harunның əvladlarına birinci olub çək çıxqanlığı üçün İsrail'lar Yahuda və Şimon qabiləsinin şəhərlərini ulağa ən aldıda ayırıb verdi. Yahuda qabiləsinin tağlıq rayonundakı Qiryat Arba, yəni Hebron şəhəri və onun ətrafındakı otlaqlarını mı ulağa ayırıb verdi. Arba Anaqның əcdadı idi. Amma şəhərinin sırtındakı dalıla və onun ətrafındakı yezila, Burulla, Yefonənin oğlu Kalibnin iqtidarçılıq qilishigə təqsim qılıb verilgan idi. Şunun bilan ruhani Harunның əvladlarına bexəstəlik qılıb odam öldürüb qoyğanlarının panoqlanğan şəhərlərinin biri bolğan Hebron şəhəri, Libnah, Yattir, Əştimova, Xolon, Gibir, Ayin, Yuttah və Bet-Şəməş qatarlıq 9 şəhər və onların ətrafındakı otlaqlarını ayırıb verdi. İsraillərinin Benyamin qabiləsindən Harunның əvladlarına Gibon, Gəba, Anatot və Almon qatarlıq 4 şəhər və onların ətrafındakı otlaqlar ayırıb verildi. Ruhani Harunның əvladlarına cəmi 13 şəhər və onların ətrafındakı otlaqlar ayırıb verildi. Lavi qabiləsindəki Qohat cəmiyyətinin başqa əvladlarına Əfraim qabiləsinin şəhərləri ayırıb verildi. İsrail'lar ulağa tağlıq rayonundakı Əfraimnin bexəstəlik qılıb odam öldürüb qoyğanlarının panoqlanğan şəhərlərinin biri bolğan Şəkəm şəhəri, Gəzər, Qibzayim və Bədxoron şəhərləri və onların ətrafındakı otlaqlar olub, cəmi 4 şəhərini ayırıb verdi. İsrail'lar ulağa, yəni Dan qabiləsidən Əltiqə, Gipiton, Ayalon, Qatrimmon və onların ətrafındakı otlaqlar olub, cəmi 4 şəhərini ayırıb verdi. Ulağa yenə Manasse qabiləsinin qərbi yerimindən Tanak, Qatrimon və onların ətrafındakı otlaqlar olub, cəmi 2 şəhərini ayırıb verdi. Qohat cəmiyyətinin qalğan əvladları 10 şəhər və onların ətrafındakı otlaqlarını ayırıb aldı. Lavi qabiləsinin başqa cəmiyyətindən bolğan Gershonның əvladları Manasse qabiləsinin şərqi yerimindəki tövəndəki şəhərlər və onların ətrafındakı otlaqlarını ayırıb aldı. Başandakı Golan, yəni bexəstəlik qılıb odam öldürüb qoyğanlarının panoqlanğan şəhərlərinin biri və
Beştiradın ibaret iki şehir. İsakar kabilesinden tövendeki şehirle ve ulanın etrafındaki otlaklarını ayırıp aldı. Pişon, Dabirat, Yarmut ve İnganim'den ibaret 4 şehir. Aşır kabilesinden tövendeki şehirle ve ulanın etrafındaki otlaklarını ayırıp aldı. Mişal, Abdon, Halkat ve Rihop'tan ibaret 4 şehir. Naftali kabilesinden tövendeki şehirlerini ve ulanın etrafındaki otlaklarını ayırıp aldı. Celiliye'deki Kadeş, yani bir hastalık kılıp, adam ötürüp koyganlarının panaklandığın şehirlerinin biri. Hamoddor ve Kartan'dan ibaret 3 şehir. Şunda kılıp cemi 13 şehir ve ulanın etrafındaki otlaklar Gershon cemiyetine ayırıp verildi. Lavi kabilesinin kalgan cemiyetlerinden Mirari cemiyeti, Zabul'un kabilesinden tövendeki 4 şehir ve ulanın etrafındaki otlaklarını ayırıp aldı. Yokniyam, Karta, Dimna ve Nahalal katarlık şehir ve ulanın etrafındaki otlaklar. Rubin kabilesinden tövendeki 4 şehir ve ulanın etrafındaki otlaklarını ayırıp aldı. Bezer, Yahaz, Kidimot ve Mifaat katarlık şehir ve ulanın etrafındaki otlaklar. Gad kabilesinden tövendeki 4 şehir ve ulanın etrafındaki otlaklarını ayırıp aldı. Gilat'taki Ramot, yani bir hastalık kılıp, adam öldürüp koyganlarının panaklandığın şehirlerinin biri. Mahanayim, Haşbon ve Yazir katarlık şehir ve ulanın etrafındaki otlaklar. Şunun bilen Mirari cemiyeti, yani Lavi kabilesinin kalgan cemiyetleri 12 şehirge egi buldu. İsrail'la zemininden cemi 48 şehir ve ulanın etrafındaki otlakla Lavi kabilesiga ayırıp verildi. Bu şehirlerin hemmisinin etrafında otlakları baydı. Şunda kılır perverdigar, İsrail'ların ecdatlığı vədi kıgan barlıq zeminini ulağı bədi. İsrail'la bu zeminlağa egi bolup, şu yerlerde oturaklaştı. Perverdigar, ulanın ecdatlığa vədi kılgını boyunca bütün zeminga amanlıq bədi. Hiç kandak bir düşman ulağı karşı turalmadı. Çünkü Perverdigar ulanın barlıq düşmanlarını ulanın koluğa çürüp bəgən idi. Perverdigarның İsrail halkıga bəgən barlıq vədisinin hemisi biri mu kalmay əməlge açtı.